Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün yenə sizlərlə birlikdəyik. Bugün sizlərlə MİQ imtahanına hazırlaşan müəllimlər üçün hazırladığımız sınaq imtahanının izahına baxacağıq. Yepyeni sınağımızdır. 2026-cı il üçün hazırlamışıq bunu. Başlayaq sualların izahına. Deməli, birinci sual. Aşağıdakılardan hansı yetkin insan eritrositləri üçün doğru olmayan xüsusiyyəti göstərir, deyir. A variantında hemoqlobin molekulları eritrositin inkişaf mərhələsində sintez olunur, deyir. Hemoqlobin molekulları, bəli, eritrositin inkişaf mərhələsində başlanğıc hissədə neynəyəcək? Sintez olunacaqdır. Sonra nə olacaq? Sonra yetkin eritrosit nüvəsini itirəcək. Burada mitoxondri və bir sıra orqanoidlər itiriləcək və nəhayətində hemoqlobin sintezi həyata keçə bilməyəcəkdir, yəni. Ribosomlardan məhrum olacaqdır. Bu səbəbdən, yəni hemoqlobin sintezi baş verməyəcək. B-də enerji ehtiyacının əsas hissəsi qlikoliz yolu ilə ödənilir. Bəli, burada az öncə dediyimiz kimi mitoxondri itirildiyi üçün nüvə ilə bərabər enerji ehtiyacının əsas hissəsi qlikoliz yolu ilə ödənmiş olacaqdır. Deməli, A, B variantları getdi. C variantında deyir, zulal sintezi ribosomlar vasitəsilə həyata keçirilir. Az öncə bəhs etdiyim zulal sintezinin sonradan baş verə bilməməsi səbəbi idi, bu ribosomların olmaması. Bu səbəbdən də yəni zulal sintezinin ribosomlar vasitəsilə həyata keçirilməsi məsələsini biz yanlış hesab edəcəyik. Sonrakı növbəti sual. Deməli, ikinci sualda nə deyir? İnsanda mayalanmadan sonra ziqotda mövcud olan sentrosomun mənşəyi hansı hüceyrə ilə bağlıdır, deyir. Biz bilirik ki, sentrosom spermatozoiddə olan bir quruluşdur və mayalanma zamanı, yəni yumurta hüceyrə və spermatozoidin birləşməsi zamanı ziqotda var olan sentrosom elə spermatozoid mənşəli olmuş olacaqdır. Spermatozoiddən ötürüləcəkdir ziqota. 3-də deyir, qısa günlü bitkiləri seçin. Qısa günlü bitkilər zaten əzbərə bilirik. Kitabda, belə deyək, konkret yazılıbdır bunların adları. Zəfəran, soğan gülü və payız gülü olaraq seçəcəyik. 4-də spermatogenez prosesində Holcu kompleksi ilə bağlı doğru olan fikri seçin, deyir. Baxın, A variantında deyir ki, Holcu kompleksi parçalanaraq hüceyrəyə enerji verən ATF sintezinə sərf olunur. Xeyr, bu yanlışdır. B variantında deyir ki, bu orqanoid spermatozoidin quyruğunun əsasını təşkil edən mikrotubulları formalaşdırır. Bu da yanlış olmuş olacaqdır. C variantında deyir ki, Holcu kompleksi modifikasiyaya uğrayaraq yumurta hüceyrəsinin pərdələrini əridən akrosoma çevrilir. Aha, bax bu açıq, aydın bizə lazım olan variant olmuş olacaqdır. Və biz artıq belə deyək, Holcu kompleksini sonrakı aşamada neynəyəcəyik? Spermatozoiddə görməyəcəyik. Yetkin, yəni spermatozoiddə. Sonra 5-ci sual. Aşağıda 3 müxtəlif məməli növünün XYZ böyrək kanalcıqlarının nisbi uzunluğu və buna uyğun olaraq sidik konsentrasiyası, yəni qatılığı barədə məlumat veribdir bizə. X heyvanında deyir, böyrək kanalcıqları çox qısadır. Y heyvanı üçün böyrək kanalcıqları orta uzunluqdadır. Z heyvanı üçün böyrək kanalcıqları deyir, çox uzundur. Tamam, bu məlumata əsasən verilənlərdən hansını doğru qəbul etmək olmaz, deyir. A variantında deyir ki, Z heyvanı böyük ehtimalla kəskin quraq iqlim şəraitində yaşayır. Deməli, Z heyvanında nədir? Böyrək kanalcıqları çox uzundur. Çox uzundursa, demək ki, elə bu həqiqətən də quraqlıq iqlim şəraitində yaşayan canlı olacaqdır. Buna səbəb zaten nə idi? Böyrək kanalcıqları uzun olarkən suyun geriyə sorulması, daha çox geriyə sorulma baş verə bildiyi bilirdi və neynirdi? Quraqlığa dözüm gətirə bilirdi. Yəni bu şəraitdə yaşaya bilirdi. Suyunu qoruyub saxlaya bilirdi.
A variantı getdi. B variantında X heyvanının yaşadığı mühitdə su problemi yoxdur deyir. X-də nədir? Böyrək qancıları çox qısadır. Bəli, həqiqətən də nədir? X heyvanı yaşadığı mühitdə su problemi yoxdur deyəcəyik. Deyə bilərik yəni. C variantında deyir, Y heyvanının nefronlarındakı suyun geriyə sorulma faizi X-dən çox Z-dən azdır deyir. Y heyvanında nədir? Orta uzunluqdadır böyrək qancıqları. Eee X-də isə nədir? Çox qısadır. Deyir ki, Y-də suyun geriyə sorulma faizi X-dən çoxdur. Bəli, X-dən çoxdur. Çünki burada nədir? X-dən daha uzundur, yəni böyrək kanalcıqlarının uzunluğu. Bu səbəbdən X-dən daha çox su geriyə soyulacaqdır Y heyvanı. Sonra Z-də isə deyir, Z-dən azdır. Bəli, Z-də daha uzundur. Z təbii ki, daha çox geriyə sorulmağını belə deyək, həyata keçirə biləcəkdir. Yəni C variantı da doğru olmuş oldu. D variantında deyir, Z heyvanının böyrək piramidalarında yaranan osmotik təzyiq X heyvanına nisbətən daha yüksəkdir deyir. Bəli, Z heyvanında böyrək piramidalarında nə qədər ki, bu suyun müəyyən bir daha çox hissəsi geriyə soruldu. Burada artıq həll olan maddənin çoxluğu təşkil etdi və nə yarandı? Su qəbul etmə hissəyi, yəni osmotik təzyiq yarandı. Deməli, həqiqətən də Z heyvanının böyrək piramidalarında yaranan osmotik təzyiq X heyvanına nisbətən nə olacaq? Daha yüksək olmuş olacaq. D variantı da doğrudur. Mənə isə yanlış olan lazımdır. Doğru qəbul etmək olmaz deyir hansını. X heyvanı gün ərzində Z heyvanından daha az sidik ifraz edir. Əksinə, X heyvanı Z heyvanından daha çox sidik ifraz etmiş olar. Y variantı olacaq bizim axtardığımız variant. 6-cı sualda deyir, şəkildə canlıların hansı qarşılıqlı əlaqə forması göstərilmişdir? Təbii ki, bu nədir? Bu mutualizmdir. Sonra növbəti sual, 7-ci sualda deyir ki, şəkildə göstərilmiş hər iki sistemdə prosentlərdə eyni miqdarda, yəni 100 kilojol enerji olduğunu nəzərə alaraq, Devon dövründə yaranmış olan canlıdakı, Devon dövrü dediyimiz suda qurda yaşayanların yarandığı dövrdür. Hansı ki, burada piramidada və qida zəncirində suda qurda yaşayanlar üçün bunu nəzərə alacağıq. Devon dövründə yaranmış olan canlıdakı deyir, enerji miqdarlarının fərqini tapın və Y üçün enerji itkisi maksimum olmuşdur deyir. Y üçün enerji itkisi maksimum olubsa, mən enerji keçidini qida zəncirində necə deyirdim? 5-20% deyirdim də. Enerji itkisi əgər maksimum olubsa, keçən enerji nə olacaq? Minimum olmuş olacaq. Yəni 5% olmuş olacaq. Başlanğıcda nə idi? 100 kilojol. 100 kilojolun 5%-i keçdi çəyirtkənin bədəninə. Oldu nə qədər? Elə 5. 5-in də yenidən 5%-i keçəcək suda qurda yaşayanın, yəni qurbağanın bədəninə. 5-in 5%-i eləyəcək nə qədər? 5 bölü 100 vur 5, 0 %25. Aha. Sonra piramida üçün nəzərə alırıq. Piramidada bilirik ki, hər belə deyək, növbəti pillədə ötürülən enerji 10% olaraq nəzərə alınır. Prosent üçün 100 kilojolsa, növbəti pillədə artıq mən bunun 10%-ni ötürmüş olacam. 100-ün 10%-i eləyəcək 10. Daha sonra yenə də növbəti pillə, yəni qurbağa üçün, qurbağanın bədənində olan enerjini tapmaq üçün yenə də bu 10 kilojol enerjinin 10%-ni ötürmüş olacam qurbağanın bədəninə. Bu da eləyəcək nə qədər? 1 kilojol olmuş olacaq. Mənə deyir x minus y-i tap. X-im nə oldu? 1. Y-im nə oldu? 0,25. 1 çıxılsın 0,25, o da bərabər 0,75. Yəni D variantı cavab olmuş olacaqdır. 8-ci sual. 8-ci sualda deyir ki, kütləsi nə ən çox, nə də ən az olmayan amin turşu sayı 4 ədəd olan bir zəncirli zolal molekullarında kütləsi ən az olan amin turşularının sayı deyir 20 olarsa, zolal tərkibində olan amin turşuların funksional hissəsinin və zolal sintezi zamanı ayrılan suyun kütlələri fərqini deyir tapın. Tamam. Deməli, mən amin turşuların bir-biri ilə birləşməsi bilirik ki, nədir? Peptid rabitələr vasitəsilə birləşirdi bir-birlərinə.
Tutaq ki, mən amin turşu yazıram, amin turşu. Yenə amin turşu, yenə amin turşu. Deməli, bu amin turşular nədir? Kütlələrinə görə bir-birindən fərqlənəcək. Necə fərqlənəcək? Başlanğıc amin turşu bilirik ki, özündən hidroksil qrupunu atacaqdır. Və normalda kütlə 128 olduğu halda amin turşu üçün sərbəst halda birləşən zaman hidroksil qrupunu atdığına görə, yəni onun molekul kütləsindən nəyi çıxacam? 17 çıxacam. Yəni 128-dən 17-ni çıxdım. 128 çıx 17. Qaldı nə qədər? 111. 111. Deməli, başlanğıc amin turşumunun kütləsi nə imiş? 111 imiş. Ortada olanlar standart olaraq 110 olaraq qeyd olunacaqdır. Sonda olan isə nə edəcək? Sadəcə özündən hidrogen buraxmış olacaq. Hidrogeni ayırmış olacaq yəni. Nəticə etibarilə bunun sərbəst halda olan 128 kütləsi bir vahid azalaraq, yəni hidrogenin kütləsi nə idi? 1. Bir vahid azalaraq nə olacaq? 128 çıx 1 bərabərdir 127 olmuş olacaqdır. Tamam. Deməli, bu da nə oldu? 127. Mən baxıram ki, kütləsi nə ən çox, nə də ən az. Bu kimdir? 110 ilə 127-nin, yəni bu rəqəmlərin aralığında yerləşən kim, yəni 111 olan başlanğıc, yəni amin turşular. Bu deyir mənə 4 ədəddir. Başlanğıc amin turşusunun 4 ədəd olması o halda mümkündür ki, bu zəncirdən nə qədər olsun? 4 dənə olsun. Ki, hər birinin başlanğıcında bir dənə bu şəkildə kütləsi nə ən az, nə də ən çox olan amin turşu yerləşmiş olsun. Tamam. Bu şəkildə yazdıqdan sonra mən bilirəm ki, nədir? Kütləsi ən az olan hansıdır? 110-dur, ortada yerləşənlər. Bunların sayı 20-dir. Demək ki, hər zəncirdə olan ortada yerləşən amin turşularımız sayı nə qədər olmuş olacaq? 5 ədəd olmuş olacaqdır. Ki, 4 zəncirdə ümumilikdə nə olsun? 20 dənə bu şəkildə amin turşu olmuş olsun. 4 zəncirim varsa, hər birinin sonunda bir dənə bu şəkildə 127 kütləsi olan amin turşu yerləşdiyinə görə nə edəcək? Bundan da 4 dənə ümumi olmuş olacaqdır. 4 dənə, 5 dənə, 4 dənə bu şəkildə olmuş olacaq hər zəncirdə. Hər zəncirdə deyirəm, ümumi zəncirdə belə deyək. Yəni bu 4 zəncirdə bir dənə başlanğıcda olan amin turşu olacaq, bir dənə sonda olan amin turşu olacaq. Bu şəkildə yazaq. Ümumi amma 4 zəncirin hamısını nəzərə alsaq, başlanğıc amin turşusundan 4 dənə, sonda olandan 4 dənə, ortada olandan da nədir? Hər zəncirdə 5 dənə idi deyə ümumi 20 dənə olmuş olacaq. İndi nə edirik? İndi deyir ki, zolal tərkibində olan amin turşuların funksional hissə nə idi? Mənim olan kütləmdən 110-dan çıxaram mən nəyi? Radikalı. Yerdə qalar mənim nəyim? Funksional kütləm, yəni 56 qalmış olacaq. Deməli, mənim 56 kütləsi, 56 olan funksiyanal kütləsi, yəni 56 olan nə qədər amin turşum olacaq? Sadəcə bu ortada yerləşənlər. Yəni nə qədər? 20 dənə. Deməli, nə edəcəm? 20 vuracam 56-ya. Bərabər eləyəcək. Nəyə? Eləyər 1120. Daha sonra nə edəcəm? Başlanğıcda olan amin turşuların funksional kütləsini tapacam. Başlanğıcda olan amin turşuların funksional kütləsini tapmaq üçün artıq mən 110 yox, 111-dən radikalın kütləsini çıxacam. Yəni 54-ü çıxacam. Bu səfər mənim qalacaq kütlənin funksional kütlə 57. 57. Bunun sayı nə qədər idi? 4 dənə. 4 vur 57. Bu nə qədər elədi? 228. Sonda olan amin turşusu isə nədir? 127-dir. Bundan artıq mən radikalı çıxanda qalacaq nə qədər? 73. Nə qədər idi sayı? Hər zəncirdə bir dənə, 4 zəncirim olduğuna görə 4 dənə. 4 vurulsun nə? 73. Bu da eləyəcək nə qədər? 280, 292. 292. Deməli, bunların funksional kütlələrini tapdım. Sonra nə edəcəm? Bunları toplayacağam. 1120 üzərinə gələcəm 228-i. Bir də üzərinə gələcəm nəyi? 292-ni.
Bu eləyəcək bunların yəni. Cəmi mənə verəcək nə qədər? 1640. 1640. Sonra nəyi tapmalıyam? Bir də zolal sintez zamanı ayrılan suyun kütlələrini. Deməli, zolal sintez zamanı mənim bir dənə zəncirimdə bir başlanğıc, bir son, ortada da 5 dənə. Ümumi nədir? 7 dənə amin turşum var. 7 amin turşum varsa bir zəncirdən nə qədər su ayrıldı? 6 mol su ayrıldı. Neçə dənə zəncirim var? 4 dənə. Ona görə 4-ü vuraram nəyə? 6-ya. O da eləyəcək nə qədər? 24. Sonra nə edəcəm? Suyun kütləsini tapmaq üçün bu səfər bu 24 vurulsun nə yazsam? 18. Bu da eləyəcək nə qədər? 432. Tamam. Bu oldu mənim nəyim? Suyum. Suyumun kütləsi. Sonra nə edəcəm? Ümumi funksional kütlələrin cəmindən çıxacam həmin bu suyun kütləsini. 432-ni. Bu da mənə verəcək nə? 1208. Tamam, bu şəkildə 8-ci sualımız. Cavab yəni B variantı olmuş olacaqdır. 9. Atmosferin deyir 35 kilometr hündürlüyündə və litosferin 12 kilometr dərinliyində cəmi neçə aləmin sporlarına rast gəlmək olar. Deməli, bu konkret kitabda verilibdir. Burada iki aləmin, bakteriya göbələk aləmlərinə rast gəlmiş olacağıq. 10-cu sual. Gorillanın döş qəfəsini təşkil edən sümük sayı qədər anadontada böyrəklərin sayını tapın deyir. Deməli, mənim gorillanın döş qəfəs sümüyü nədir? 13 dənə döş fəqərəsidir, 26 dənə qabırğadır, bir dənə də döş sümüyüdür. Cəmi oldu nə qədər? 40 dənə. Anadontada hər fərddə 2 dənə böyrək olduğuna görə 40 dənə fərdi vuracam nəyə? 2-yə. Hər birində 2 böyrək, ümumi 80 dənə böyrək olmuş olacaqdır. Sonra 11-ci sual. Bu artıq belə deyək, bugünlük sonuncu sualımızda izah etdiyimiz, belə deyək də, qismən izah edib mərhələli şəkildə video izahları paylaşıram. 11-ci sualda deyir ki, intensiv fiziki iş zamanı qanda karbon qazı miqdarı artmış, lakin ağciyər gərilmə reseptorları deyir zədələnmişdir və uzunsol beynimiz deyir sağlamdır hələ də. Bu sualı belə deyək də, hazırladım nəyə görə? Çünki müəllimlərdə bu tənəffüslə sinir sistemi arasında əlaqəni, ümumiyyətlə və yaxud da qanımızda olan qaz qarışımlarının karbon qazı miqdarının belə deyək, göstərdiyi təsiri və ümumilikdə yəni bu bilgiləri biraz daha özləri üçün araşdırsınlar, bilsinlər deyə. Hansı ki, keçən il hətta miqə düşmüşdü. Tənəffüs mərkəzi ilə tənəffüs orqanı arasında bilavasitə əlaqə varmı deyə. Mən buna izah verdim bu yaxınlarda. Sağ olsunlar bir neçə müəllimlər də artıq fikri təsdiqlədi. Yəni sadəcə belə deyək də, yəni dəstək kimi gördüm mən onu. Yenə də təşəkkür edirəm. Amma yenə də zaten mən öz fikrimdə idim. Yəni dəstək verməsəydilər belə. Çünki yəni doğru olan doğrudur da yəni. 100 adam da desə yanlışdır. Sənin dediyin doğrudursa vəssalam. Deməli, ağciyərlərlə, yəni tənəffüs orqanı ilə tənəffüs mərkəzi arasında bilavasitə əlaqə var sözünü deyə bilmərik. Burada bilavasitə əlaqə yoxdur. Arada olan sinirlər plus ağciyər alveollarında hansı ki reseptorların olması, sonra arada belə deyək, ikili əlaqələrin olması, bunlar hamısı nədir? Bu bilavasitə əlaqəni pozan belə deyək, quruluşlardır. Və bu səbəbdən biz deyirik ki, nədir? Bilavasitə əlaqə yoxdur. Sonra keçək sualımıza. Burada isə deyir, bu vəziyyətə görə aşağıdakı fikirlərdən hansı doğrudur deyir. Deməli, mənim fiziki iş zamanı karbon qazı miqdarım artıb, ağciyərin gərilmə reseptorları zədələnib, uzunsol beyin isə sağlamdır deyir. Bu zaman 1. Qanda pH azalacaq deyir. Qanda pH karbon qazının miqdarının artması səbəbindən azalacaq və turşuluq artacaq yəni. Bu bir doğru olmuş olacaqdır. 2. Tənəffüs mərkəzinin kimyəvi qıcıqlanması baş verəcək. Tənəffüs mərkəzinin kimyəvi qıcıqlanması
baş verməsi bəli, mümkündür. Çünki nədir? Burada karbon qazının miqdarı artıbdır və mənim uzunsol beynim nədir? Sağlamdır. Deməli bu da mümkün olacaqdır. 3. Nəfəs almanın avtomatik ritmi tam dayanacaq. Xeyr, burada ritmik pozuntu ola bilər, amma tam dayanmadan söz edə bilmərik konkret olaraq. 4. Mənfi əks əlaqə mexanizmi zəifləyəcəkdir. Bəli, zədələnmə olduğuna görə reseptorlarda zədələnmə baş verdiyinə görə mənfi əks əlaqə mexanizmi zəifləyəcəkdir. Ağciyərlərdə olan zaman neyniyəcək? Biraz siqnal gec gedib çatacaq da beyinə ki, daha doldum, bəsdir. Dayan, bu səfər boşalmağa keç, belə deyək. Deməli nədir bu? 4 də mümkün olmuş olacaqdır, zəifləmiş olmuş olacaqdır. 5. Tənəffüs sürətinin artması mümkündür. Bəli, karbon qazının miqdarının artması virus, mən fiziki görürəm. Bu nədir? Tənəffüs sürətinin artmasına səbəb olacaqdır. Deməli 1, 2, 4, 5 doğru cavab D variantı olmuş olacaq. Belə əziz müəllimlər, bugünkü izah edəcəyim sual sayı bu qədər idi. Zaten 12-ci sualı mən ayrılıqda sizlər üçün izah etmişdim. Genetika bölməsinə aid bir sualdır bu da. E, Növbəti video izahlarda artıq 13-cü sualdan etibarən yenə də sizlər üçün izah çəkib paylaşacağam. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.